Salam, hər vaxtınız xeyir olsun. Edcom Pentest şirkət tərəfindən keçirilmiş cari 2025-2026-cı hazırlıq sezonu üzrə birinci mövzu sınağının informatika suallarının izahına baxırıq. Mövzular burada əsasən birinci fəsli əhatə eləyir. Yəni, bura aid informatikanın əsas anlayışları, bununla bağlı məsələ tipləri, qrafik, audio, video məsələlərin həlli qaydası, hesablama qaydası və say sistemləri. Ümumi 25 sualdan ibarətdir. İlk 20 sualı qapalı, qalan 5 sual isə açıq tiplidir. Birinci sualımızdan başlayırıq. Sual bu formadadır. Uyğunluğu müəyyən edin. Verilən informasiya bilik. Bax, bu üç önəmli anlayış informatikada bir-birindən fərqlidir. Məsələn, verilən elektron qurğularda texniki vasitələrlə saxlanması, emal edilməsi, ötürülməsi üçün formal şəkildə təsvir olunan bir məlumatdır. Eyni zamanda verilən qeydə alınmış siqnaldır. Yəni, qurğu onu qeydə alıb öncədən, sonra bizə təqdim edir. Deməli, düzgün cavab variantımız B və Y olacaq. 1-ə, təbii ki, 1-ə B-yi. İnformasiya nədir? İnformasiya təkrarlanmayan və əhəmiyyət kəsb edən məlumatdır. Bilikdən aldığımız informasiya, yəni birinci mərhələ burada bizdə bilik olur. Elektron qurğularda təklif olunan məlumat, həmin məlumatın faydalı məzmunu varsa, o artıq informasiya sayılır. Buna bəzən deyirlər və yaxud demək olar, verilənlərin faydalı məzmunu, yaxud da təkrarlanmayan və əhəmiyyət kəsb edən məlumat. Bu da D variantına uyğun gəlir. Bilik isə həm qərar qəbul etməyə imkan verən sistemləşdirilmiş informasiyadır. Eyni zamanda o elə informasiyadır ki, biz informasiyanı aldıqdan sonra həmin o informasiya əsasında məntiqi mühakimələr yolu ilə müəyyən çıxarışlar və təkliflər alındıra bilirik. O da bilik sayılır. Ona görə biz deyirik ki, o sistemləşdirilmiş informasiyadır. Yəni 3-ə də uyğun gələcək A variantı və C variantı. 1B-yə 2D 3AC. 1B-yə 2D 3AC B variantı düzgün cavab variantımızdır. Baxın dostlar, bu məsələni biz birinci mövzuda danışmışdıq. Yəni ilk görüşümüzdə bu məsələ ilə bağlı biz danışmışdıq. Mən həm sizə verilən informasiya biliyin biraz belə deyək, kitab dilində olan versiyasından danışmışdım. Yəni elmi ədəbiyyatda bu formada qeyd olunur. Və real həyatdan da nümunə əsasında göstərmişdim ki, bizə hər hansı verilən verilirsə, onun faydalı məzmunu yoxdursa, o sadəcə məlumatdır. Onun faydalı məzmunu yaranırsa, informasiyadır və bilik həmin o informasiya əsasında məntiqi mühakimə yolu ilə aldığımız sistemləşdirilmiş informasiyadır. Demək, düzgün cavabımız B variantıdır. İkinci sual yenə də nəzəriyyə sualıdır. Verilənlərin ad, qiymət, tip və struktur kimi təsnifatı var. Verilənlərin tip təsnifatında 4 tip əsasən fərqləndirilir. Hesabi, mətn, məntiqi və göstərici. Burada deyir ki, bu tipli proqramlaşdırmada, verilənlərin bu tipi proqramlaşdırmada yaddaş ünvanlarını işləmək üçündür. Əsas xüsusiyyəti də birbaşa dəyərin özünü yox, başqa bir verilənin, yəni əlaqələndirildiyi verilənin yaddaş ünvanını saxlamasıdır. Burada söhbət gedir ingilis dilində pointer data type, Azərbaycan dilində göstərici tip veriləndən. Bu barədə də biz təqdimatımızda danışmışdıq. Verilənlərin bu tipi dördüncü tipimizdir, sonuncu tipimizdir. Hətta mən buna C proqramlaşdırma dilində nümunə də göstərmişdim sizə. 23-cü sual. 16-lıq say sistemində verilmiş ədədi ikilik say sisteminə çevirib nə qədər yer tutduğunu biləcəyik. Ondan sonra baxaq ki, həmin o yerə 8-liyin neçə simvolu yerləşir. Bunu qısa şəkildə də etmək olar. Çünki 16-lığın hər bir simvolu yer tutur 4 bit. Burada da 3 simvol var. 12 bit olar. Amma mən istəyirəm ki, çevirim sizin üçün və bir dəfəlik yerindəcə izah edeyim. Belə daha rahat olar sizə. Deməli, 16-lıqdan 2-liyə keçmək üçün bizim belə bir unikal qaydamız var. Bax, gördüyünüz bu qaydanı sizin üçün də göstərəcəm. B 0A. Lütfen 8'in yerine B yazdım. 8, 4, 2, 1, B, 0, A. Özümüz üçün aydınlaşdırırıq ki, B 11 deməkdir. A isə öz növbəsində 10 demək. Qaydaya əsasən biz demişik ki, biraz da sizin üçün yaxınlaşdırım bunu. Biz demişik ki,
hər hansı bir simvol ki verilib, bu 4 dəyərdən yalnız toplamanı istifadə etmək yolu ilə e, bir dənəsindən, ikisindən, üçündən, bəzən dördündən həmin bax bu dəyəri almalıyıq. B 11 olduğu üçün biz onu alırıq 8-dən, 2-dən və 1-dən. 4 bizə lazım olmadı. Burada yerinə 0 yazırıq. 0 almaq üçün heç birinə ehtiyacımız yoxdur. A-nı almaq üçün isə 8 ilə 2-yə ehtiyacımız var. Bax bu ədəd B0A 4, 4, 4. 12 ədəd 0-dan 1-dən ibarətdir. Deməli 12 bit yer tutur. İndi bu yerə, yəni 12 bit yerə 8-lik neçə simvol yerləşir? 8-lik sayı sistemində simvolların ümumi sayı 8-dən olduğu üçün 8 2 üstü 3-ə bərabərdir. Öyrəndiyimiz Hartley düsturuna görə 8-lik sayı sistemində və yaxud hər hansı bir 8 simvollu əlifbada bir simvolun yaddaşlatdığı yer ədədin 2-nin qüvvətinə, 2-nin qüvvəti üzərində olan bitinə münasibdir. Nə mənada? Misal üçün 8 əgər 2 üstü 3-dürsə, deməli hər bir simvol 3 bit yer tutur. Yəni əgər ədəd 2-nin hansı üstünə müvafiqdirsə, deməli belə çıxır ki, onun bir simvolu üstü qədər bit. Deməli belə çıxır ki, bizim əlimizdə yer var 12 bit, 8-liyin də bir simvolu 3 bit. Deməli biz 12-ni həmin 3-ə böləcəyik və deyəcəyik ki, 4 simvol yerləşər. 4 simvol. C var. Keçirik 24 nömrəli suala. Sualımızı yenidən kəsirik. Bu sualı həll edə bilmək üçün birinci növbədə biz fizikada bax belə bir düstur var. S bərabərdir VT düsturu. Bu düsturda V sürətdir, T zamandır. Burada S də gedilən yolda. İnformatikada biz biraz bu düsturu dəyişib eləyirik. Q bərabərdir VT. Yenə eyni şeydir, sadəcə gedilən yol əvəzinə Q-nü biz ümumi ötürülən həcm kimi götürürük. Bu düsturda sürət ilə zaman arasında asıllıq tərs mütənasibdir. Real həyatda da bunu götürə bilərsiniz. Əgər mən harasa sürətli addımlarla, iti addımlarla gedərəmsə, daha tez çataram. Təbii ki, biz bunu vakuum bir halından danışırıq. Yəni qabağımıza daş çıxa bilər, hər hansı maneə çıxa bilər, biz gecikə bilərik. O ayrı məsələdir. Söhbət tam heç bir dəyişiklik olmadan şəffaf haldan gedir. Bax, həmin o vakuum halında nə qədər sürətli qaçsam, o qədər uzun yol gedərəm, eyni zamanda qısa müddətdə gedərəm. İndi biz nə üçün bunu danışırıq? Bilirik ki, sürətlə zaman arasında tərs mütənasib asıllıq var. İndi bizim birinci ötürmə sürətimiz kilobitlə ifadə olunur, biri megabitlə. Birinci növbədə biz bu ötürmə sürətini keçirəcəyik megabitə. 1 saniyədə 2 üstü 13 kilobit sürətimiz varsa, onu megabitə keçirərkən qaydamıza əsasən birinci ölçü vahidini birinci ölçü vahidinə keçirmək lazımdır. Ardıcıllıq da bilirsiniz də bu formadadır. Bit, byte, kilo, mega və s. Yəni kilodan megaya keçərsənsə sən 2 üstü 10-a bölməlisən dəyəri. Burada da 2 üstü 13 var. 2 üstü 13-ü bölürük 2 üstü 10-a, alırıq 2 üstü 3. Da bitlərə toxunmuruq, ehtiyac yoxdur onlara çevirməyə. Yazırıq 2 üstü 3 megabit. Bunu bildikdən sonra biz artıq bilirik ki, birinci ötürmə sürəti 8 megabit. 2 8. İndi biz bunları silirik buradan, biraz özümüzə yer ayrılsın və məsələni həll edirik. Demək, birinci ötürmə sürəti 8 megabit idi. O şəbəkə məlumatı ötürdü 60 saniyə. 60 saniyə. Eyni zamanda bu dəfə sürəti 32 megabit elədik. 32 megabit. İndi burada bizə sual verir ki, həmin bu fayl, yəni həmin bu fayl ifadəsi əslində elə belə bir ifadə kimi sizə gələ bilər, amma fizikanı bilənlər bilir. Bu tənasübü ki biz qururuq, bu tənasübü yalnız bu ifadəyə görə qura bilirik. Çünki faylın həcmi sabit qalmazsa, biz heç bir halda bu müqayisəni apara bilmərik. Deməli, qeyd olunub ki, faylı həmin eyni həcmli fayl sürəti 32 megabit olan modemlə nə qədər zamana ötürürlər. Bunu da x-lə yazırıq, bilmirik və bunu iki üsulla həll edə bilərik. Birinci üsulumuz bundan ibarətdir ki, biz dedik axı sürətlə zaman tərs mütənasibdir. Baxıram ki, 8 32-yə
gəlib, deməli 4 dəfə artım var burada. 4 dəfə artıb ki, sürət 32 olub. Onda tərs mütənasib asılılıqdırsa, zaman da 4 dəfə azalmalı, 64-ə bölünməlidir və x bərabərdir 15 saniyə olmalıdır. Bu bir üsul. İkinci üsul ondan ibarətdir ki, biz bunu riyaziyyatda öyrəndiyimiz tərs mütənasib asıllıq qaydası ilə icra edirik. Bu da necə olur? Bu zaman biz daha düz mütənasibdə çarpaz vururuq axı belə. Üzbəüz vururuq. 8-i vururuq 60-a, 32-ni də vururuq x-ə. 8-i vurdum 60-a, bərabər oldu 32x-ə. İndi deyə bilərsiniz ki, bu 32-nin yanındakı burada megabit var. Bu megabitlə necə olur? İxtisar gedirmi? Necə olur o? Yəni, niyə yazmadıq biz onu? Çünki 8-in yanındakı megabit bərabərliyin sol tərəfinə, 32-nin yanındakı sağ tərəfə düşdü, onsuz onlar ixtisar gedəcək. Bizim qalacaq 60-ın yanındakı saniyə kimi bir ölçü vahidimiz. Buradakı 8 ilə buradakı 32 ixtisar gedəcək. Qalacaq yenə bizdə 4. 4x bərabərdir 60, x bərabərdir 15 saniyə. Yəni biz cavabı saniyə ilə tapmışıq. Burada cavabda yoxdur 15 saniyə cavabı. Onda biz nə edirik? 15 saniyənin neçə dəqiqə olduğunu bilmək lazımdır. 1 dəqiqə 60 saniyə olduğu üçün onun 4də biridir də, belə deyək, 0,25-dir. Yəni 60-ı ümumi 1 dəqiqəmiz 60 saniyədirsə, 15-i 60-a bölüb deyə bilərik ki, 4də 1, yəni 0,25 dəqiqə zamanımızı alır. Belə bir maraqlı sualdır. Əslində mən bunu izah elədiyimdə çox xırdalığa getdim. Ona görə vaxt getdi. Əslində bu qədər uzun bir şey deyil də. Siz özünüz bu qaydanı bilsəniz, bu qısa müddətdə həll edə biləcəyiniz bir şeydir. Cavabımız olur D variantı. Keçirik 25 nömrəli suala. 25-ci sual da sadə suallardan biridir. Bunu heç kəsməyə ehtiyac yoxdur. Burada yerimiz var. Qeyd edirik. Bit, byte, kilo, mega, giga. 16-mız 2 üstü 4. Qeyd edirik əmsalı yerinə. Megadan kiloya. Megadan kiloya biz 2 üstü 10-a vurmalıyıq. 2 üstü 4-ü vururuq 2 üstü 10-a. Alırıq 2 üstü 14. Həmin bu 2 üstü 14-ü ikinci mərhələdə bitdən də byte-a keçirdən də 8-ə, yəni 2 üstü 3-ə bölməliyik. 2 üstü 14-ü də bölürük 2 üstü 3-ə. Alırıq 2 üstü 11 kilobayt. 2048-də ola bilərdi, sadəcə burada ona ehtiyac yoxdur. Düzgün cavabımız onsuz da qeyd olunmuşdur. Y. 26-cı sualımız. Baxın. Burada fikir verirsinizsə, bizə deməyib ki, hansı ölçü vahidi ilə tapın. Ümumiyyətlə deyir ki, hesablayın nəticəni deyin. Biz də baxırıq ki, hamısını kilobayta çevirsək, onda gərək gigabaytdan kilobayta keçəndə 220-yə vuraq. Deməli, cavabın kilobaytla olma ehtimalı yoxdur. Deməli, C variantı və A variantı ola bilmir. Kilobaytdan da gigabayta keçmək üçün 220-yə bölməlisən. Bu da ağlabatan deyil. Deməli, belə çıxır ki, cavab megabaytla ifadə olunur. İndi yenidən qeyd edirik. Bit, byte, kilobayt, megabayt, gigabayt. 5 megabayta toxunmuruq, çünki məqsədimiz elə megabayta çevirməkdir. Kilobaytdan megabayta gələndə 210-a bölməliyik, yəni 1024. 210 1024 olduğu üçün biz 1024-ü bölürük 1024-ə, elə alırıq 1 megabayt. 1 megabayt. Gigabaytdansa megabayta gəlmək üçün 210-a vurmaq lazımdır. Biri də 210-a vuranda, yəni 1024-ə vuranda, təbii ki, orada yenə də 1024 qalacaq. 1024 megabayt. 1024 megabayt burada, bizim 6 megabaytımız da əvvəldən var idi. Cavab olacaq B variantı 1030 megabayt. Yəni B variantı. 27-ci sual yenə nəzəriyyədən bir sualdır. İnformasiyanın xassələrindən biridir. İnformasiyanın hansı xassəsidir ki, aldığımız informasiyanın həmin anda bizə lazım olması, yəni verilən problemin həllində lazımlı olmasıdır. Təbii ki, düzgün cavabımız qiymətlilikdir. Faydalılıq informasiyanın hansısa bir məsələnin həllində faydalı roludur. Yəni, mən informasiyanı aldım. Ola bilər bugün mənə lazım deyil, amma hansısa məsələnin həllində faydalıdırsa, ola bilər bugün, ola bilər sabah və yaxud daha başqa bir gün mənə lazım ola bilər. Adekvatlıq məqsədə müvafiqlikdir, yəni işin obyektiv vəziyyətinə uyğunluq, tamlıq informasiyanı bizi maraqlandıran bütün verilənləri özündə cəmləşdirməsi, əlçatanlıq isə subyektin ondan maneəsiz istifadə edə bilməsidir. Biz bu barədə harda danışmışıq? Təbii ki, öz təqdimatımızın elə birinci görüşümüzdə biz
90 dəqiqəmizdə bu barədə danışmışdıq. Gördüyünüz kimi burada qeyd olunub hamısı incəliklərinə qədər. 28-ci sualımız biraz vaxtımızı alacaq, çünki burada verilən ədədləri keçirmək lazımdır ikiliyə və ondan sonra biz müqayisə apara bilərik ki, hansıdır. 32 çox sadədir əslində. Çünki belə bir qaydamız var. Əgər verilmiş ədəd onluq say sistemində 2-nin hər hansı bir qüvvətinə müvafiqdirsə, onda onun ikilik yazılışı 1 yanında üstü qədər 0-dır. 3, 4, 5 dənə 0. Deməli, 6 rəqəmli ədəd olacaq və 5 0 bir dənə də 1-dən ibarət olacaq. Sıfırların sayı birlərin sayından çox. Bəli, bu 1-ə uyğun gələ biləsi bir şeydir. Həqiqətən də çox. Sıfırların sayı birlərin sayına bərabər də deyil, az da deyil. Deməli, 32 ilə bağlı bizim məsələmiz yekunlaşdı. Keçirik 9-a. 9-u biz 2-yə belə getmirik. Bilirsiniz də, bizim belə bir 2-nin təkərsiz qüvvətlərinin cəmi deyilən qaydamız var. Həmin qayda ilə biz işləyirik. Necə işləyirik? 9-un içindən 2-nin ən böyük qüvvətini çıxardırıq. Bu eləyir 8, yəni 2 üstü 3. Əlimizdə qalır 1, o da 2 üstü 0. İndi əlimizdə olan ən böyük qüvvəti əsas götürüb, həmin ədəddən 0-a qədər ədədləri düzürük. 3, 2, 1 və 0 daxil olmaq şərti ilə. 2 üstü 3 bizdə 9-un içində qüvvətlərdən biridir. 2 üstü 0 da eyni qaydada. Burada məlum olur ki, sıfırların sayı birlərin sayına bərabərdir. 2-yə də B uyğun gələcək deməli. 1A, 2B. Hələ ki gördüyünüz kimi bu bizə heç nə vermir. Çünki 1A, 2B bütün variantlarda var. Deməli, biz davam eləməliyik. 30-dan davam edirik. 30 içində ən böyük 2-nin qüvvəti olan 16-nı saxlayır. 2 üstü 5, 32-dir. 16-mız ki, 30-dan getdi, geriyə qaldı 14. 14-dən çıxacaq olan ən böyük qüvvət 2 üstü 3-dür. Yəni 8. Orada da bizim əlimizdə qalır 6. 6-dan çıxacaq ən böyük qüvvət 2 üstü 2-dir, yəni 4. Bir dənə də əlimizdə 2 qalır, onu da qüvvət kimi bura qeyd edirik. Çünki demişik, əlimizdə qalan dəyərlər 2-nin hər hansı bir qüvvətinə bərabərsə, daha onu içindən nəsə çıxartmağa ehtiyac yox. Deməli, 2 üstü 4, 2 üstü 3, 2 üstü 2 və 2 üstü 1. Yenə də 4-dən adəti üzrə 0-a qədər düzürük. 4, 3, 2, 1, 0. 4 bizdə var. Gördüyünüz kimi 2 üstü 3-ün də adını çəkmişik. 2 üstü 2-nin də, 2 üstü 1-in də. 2 üstü 0 yoxdur. İndi ədədimiz budur. Sıfırların sayı birlərin sayından azdır. Bu da düzdürmü? Bəli, görürük ki, 0 sayı azdır, 1 çoxdur. 3-ə də uyğun gələcək C. 1A, 2B, 3C. 1A. A variantında 2B yoxmuş, indi gözümə dəyir. 1A, 2B, 3C hələ ki gözlü B variantı da uyğun gəlir. D artıq yanlışdır. Çünki B ilə C hər ikisi D variantına qeyd olunub. 1A, 2B, 3C. Bu da səhvdir. 1A, 2B, 3C. Artıq cavabımızı almışıq. B variantıdır. Amma mən belə bir cavab almaq əslində belə deyim, tərəfdarı deyiləm. Çünki mən istəyirəm ki, siz hamısını biləsiniz. Ona görə də 12-ni və 33-ü də sizin üçün izah edəcəm. Baxaq bəlkə sualın variantlarında hansı xəta var. Ona görə əmin olmaq üçün biz qeyd edirik. Çünki hansı sualın bizə açıqda, hansının qapalıda gələcəyini bilmək olmaz. 12-ni də böləcəyik, 33-ü də. 12-nin içində bir 8 var, bir də 4 var. Deməli, 2 üstü 3-dən başlayıqda 3, 2, 1, 0. 3 var, bir də 4 dedik, o da 2 üstü 2-dir. Sıfırların və birlərin sayı bərabərdir. Deməli, 2-yə həm də uyğun gəlir D. Aha. Və 33-ə baxacağıq. 33-də görə vəziyyət nə yerdədir? Burada da deməli 33 ədədində bir dənə 32 çıxır, bir dənə də 1. 5-dən 0-a qədər düzürük. 5, 4, 3, 2, 1, 0. Deməli, bu bizim 5-imiz, bu da bizim 0-ımız. 1 axı 2 üstü 0-dır ona görə. 1, 2, 3, 4. Deməli, burada sıfırların sayı birlərin sayından çox. Deməli, burada uyğun gəlməlidir 33A-Y. Həqiqətən də B variantımız şəksiz və şübhəsiz düzgün cavab variantı imiş. Kəsirik sualımızı. Bu sual əslində 2025-ci ilin hər iki cəhdində düşən sual tiplərinə oxşuyur. İndi biz sualı hissə-hissə həll edəcəyik. Deməli, dostlar, bu sualda
diqqətli olacağınız məqam odur ki, bizdən x-ləri soruşur. Və burada 3 dənə x var. Biri buradadır, biri burada, ikisi də üçüncüdə göstərilir. Deməli, biz onları necə tapırıq? 219 onluq ədədini 16-lığa çevirsək birinci x-i, 99 onluq ədədini ikiliyə çevirsək ikinci x-i və burada da, indi mən sizə qaydasını deyəm, üçüncü bir qayda ilə də buradakini tapacağıq. Hələ qoy bu qalsın. Birinci ilə ikincidən başlayaq. Birinci növbədə onluqdan 16-lığı keçirmək lazım. 299 ədədidir. Təbii ki, bu ədəd 16-ya bir dəfəlik bölünən deyil. Gərək biz onu heç olmasa yaxın bir ədəd tapaq. Birbaşa bölünməsə də 299-u 16-ya bölərsənsə 18 dəfə düşürtmək olar. Çünki 18-i vuranda səhv eləmirsə 288 edir. Deməli biz bura 18 yaza bilərik. Sonra 18-i 16-ya vuranda 288 elədiyi üçün bizim qalığımız qalacaq 11. Qoy qalsın, qalığımız 11 ola bilər. 18 amma qalıq qala bilməz. 18 də bölürük 16-ya, bir dəfə düşür və çıxanda da 2 alırsan. Deməli, yazanda da biz axırdan əvvələ və sonuncu qismətdən etibarən yazdığımız üçün cavabımız olacaq 1, 2, 11-in yerinə də bilirsiniz B yazmaq lazımdır. Çünki bu artıq 10-dan yuxarı dəyərdir. Hətta 9-dan yuxarı deyərdim. Çünki 9-dan sonra 10 gələndə artıq onu A ilə ifadə edirik. 1, 2, B. Əgər bizim cavabımız 1, 2, B-dirsə, deməli belə çıxır ki, buradakı x 2-dir. 1-ə Y variantı yox. 1-ə Y gördüyünüz kimi 3 variant da var. İndi biz keçirik ikincini həll eləməyə. İkinci onluqdan ikiliyədir. Onluqdan ikiliyə keçid eləyəndə dediyim kimi biz yenə 2-yə belə getmək əlverişsiz üsul olduğu üçün biz onun içində 2-nin ən böyük qüvvətini tapırıq. Bu da 64-dür, 2 üstü 6. Çıxarıqsa əlimizdə qalar 35. 35-dən də bir dənə 32 çıxar. 2-nin üstü 5. Həmin 35-dən 32 çıxanda qalır əlimizdə 3. 3-dən bir dənə 2 çıxarda bilərik. Bir də təbii ki, 1 qalar, o da 2 üstü 0. İndi 64 2 üstü 5-dirsə, 32 2 üstü 4-dürsə, 2 2 üstü 1, 1 2 üstü 0-dırsa, deməli biz 5-dən 0-a qədər düzəriksə 5, 4, 3, 2, 1, 0, bir başda 2 dənə 1 alarıq, biz sonda 2 dənə 1 alarıq. Ortadakilər, yəni 3 ilə 2, 0 olar. Burada da gördüyünüz kimi başdan 2 dənə 1 var, sonda bir dənə x verilir. Deməli belə çıxır ki, bu x də 1. Yəni 2-yə də C variantıdır demək ki. 1-ə Y, 2-yə C artıq yenə də variantlar görürsünüz. 2-yə düşdü və 3-cü. Yəni mən onu bilərəkdən sual elə yazmışam ki, tələbə məcbur olub 3-cünü hesablasın. Yəni 3-cünün qaydasını bilmək lazım. 3-cünün qaydası da çox çətin deyil. Sadəcə biraz diqqət tələb edir. Baxın, 3-cünü həll eləməyin qaydası belədir ki, biz orada tutaq ki, 9x yazmamışıq, yazmışıq 96. Onluq sayı sistemində ədədi belə ifadə eləmək olar. Birinci tərəfdə duran, yəni sol tərəfdə duran dəyəri onun müvafiq mərtəbəsinə vururuq. Bu onluqdur, bu təklikdir, düzdür? Deməli, 9-u vurmalıyam 10-a, plus 6-nı da onun mərtəbəsinə. 6-da təklik olduğu üçün 6-nı da vururam 1-ə. Yəni, mən bu ədədi, 6 vur 1-dir bu. Bu ədədi bu formada ifadə edə bilirəmsə, onda 9x ədədini də necə ifadə edə bilirəm? 9-u vuraram 10-a, üzərinə gəlirəm, 1-i də vuraram x-ə. Olar 90 plus x bərabərdir. Bərabərliyin sağ tərəfində isə 16-lıqdan 10-luğa keçidi işlədəcək. Çünki sol tərəf onsuz onluqdur. Burada da qayda belədir ki, 16-lıqdan 10-luğa keçid etmək üçün ədədin üzərinə 0, 1 qeyd olunur. Ayağında, yəni indeksində 16 olduğu üçün. Əvvəlcə x-i vururam 16 üstü 1-ə. Yəni eləyir 16x plus 0-ı da nəyə vursan 0 olur. Belə yazaq 0. Deməli, belə çıxır ki, x-i keçirsək bərabərliyin sağ tərəfinə olacaq 90 bərabərdir 15x. 90-ı da böləcəksən 15-ə, x-i alacaqsan 6. Deməli, bu x-imiz 6 imiş. Həqiqətən də onluq say sistemindəki 96
16-lıqdakı 60-dırmı onu bilmək istəyə bilərsən. Sənin maraqlı ola bilər. Çünki biz x-i 6 tapmışıq. Hər iki yerə x qoymalıyıq da. X-i 6 tapmaqla cavabımız da y variantı olub yeri gəlmişkən. İndi sən nə edəcəksən? 96 yoxlamaq üçün də, yəni maraq üçün. 96 onluq ədədini keçirəcəksən 16-lığa. 96-nı 16-lığa çevirəndə, yəni 96-nı 16-ya bölmək istəsən, bu 6 dəfə düşür. Və qalığımız da olmur. Sıfıra bərabər. Və beləliklə, həqiqətən də biz görürük ki, elə cavab bu imiş. Və salam, düzgün cavab variantımız Y variantıdır. Maraqlı bir sual idi. Artıq hiss eləyə bilirəm ki, siz də eyni fikirdəsiniz. 30 nömrəli sualdan davam edirik. Kəsirik sualımızı. Bu çox sadə bir sualdır. İkili say sistemində olan dəyəri onluğa keçirmək lazım. Bunun üçün biz ədədi qeyd edirik yenə. 1, 1, 0, 1, 0. Bu Dövlət İmtahan Mərkəzinin sevimli sualıdır. Birinci dəfə qəbulda salıb bu sualı. Üzərindən qeyd edirik 0, 1, 2, 3 və 4. İndeksində 2. 1, buradakı 1. Vur 2 üstü 4. Plus 1 vur, buradakı 1-dən söhbət gedir. Vur 2 üstü 3. Plus. Daha 0 vurmuruq. 1 vur 2 üstü 1. Və 1 vur. Daha istinada 1 də yoxmuş. İndi gördüm ki 1 yoxmuş. 0 vur 2 üstü 0 qalıbmış. O da lazım deyil. 16, o da 8. Bir də 1 vur 2 üstü 1. 16 plus 8 plus 26 eləyir. Cavabımız Y variantı. Düzgün cavab variantı. Burada da oldu variantımız Y. Keçirik 31 nömrəli suala. Kəsirik sual. 2 üstü 70 bit neçə gigabayt? Lap yaxşı. Deməli, qeyd edirik. Bit, bayt, kilo, mega, gig. Bitdən gigabayta getmək üçün yuxarıdan aşağı düşürük şəkilə görə. Yəni, əslində balacadan yuxarı, böyüyə gedirik. Azdan çoxa deyil. Deməli, bölmədən istifadə edəcəyik. Əmsalımız 2 üstü 70-dir. Ondan sonra bölmədən istifadə etdiyimiz üçün kəsr xəttimizi çəkirik və məsafə. Bit ilə bayt arasında 2 üstü 3-dür məsafəmiz, yəni 8 bit bir baytdır. Sonra da 10-dur, 2 üstü 10. 2 üstü 10, burada 2 üstü 10, bu da 2 üstü 10. Deməli, bir dəfə 2 üstü 10 burada oldu, bir dəfə burada, bir dəfə də burada oldu. Deməli, 2 üstü 33 oldu. Deməli, biz 2 üstü 70-dən 2 üstü 33-ü çıxırıq. Əsaslar eyni olanda üstlər çıxılır. Və alırıq 2 üstü 37. Yəni, A variantı düzgün cavab variantı. 32 nömrəli sualdan davam edirik. Sualımızı kəsirik təbii ki. 129 səhifədən ibarət kitab var. 129 səhifəlik. Kitabın birinci səhifəsində şəkil var. Geriyə qalan səhifələrində, yəni 128 səhifəsində isə mətn. İndi biz nə edəcəyik? Demək, biz şəkil üçün ayrı bir həcm tapacağıq, bu olacaq V1. Mətn üçün ayrı bir həcm tapacağıq, bu olacaq V2. Sonra da onları toplayıb ümumi nəticəni əldə edəcəyik. Şəklin həcmini tapmaq üçün lazım olan düsturu biz bilirik, yenə qeyd edirik. Ekranın enini vurursan uzunluğuna, bir də vurursan bir rəngin həcmini. Və çox vaxt bitlə ifadə olunur. Hesablayaq. A-mız burada 2 üstü 10-dur, gördüyünüz kimi. Bu. B-miz 2 üstü 9-dur. Bunu da qeyd edirik. 256 rəng çaları. Demişdik, rəng çaları deyəndə, rəngli deyəndə, müxtəlif rənglərin maksimum sayı deyəndə, bu tipli ifadələr görəndə və yaxud palitra ifadəsi görəndə biz ədədi 2-nin üstü kimi göstərib, üzərindəki dəyəri götürəcəyik. Yəni, yadınıza salın bunu. Biz qrafik, audio, video məsələlərinin həllində bu məsələdən danışmışdıq. Bu ifadələri görərsənsə, ədədi 2-nin qüvvəti kimi göstərib, qüvvəti götürməyimiz məsləhət görülür. Yəni, bu formada olmalı. Deməli, biz bir də bunu vuracağıq 8 bitə. Mən 8 bitə vurmuram, bir dəfəlik 1 bayta vururam ki, işim rahat olsun. Sonraki mərhələdə, çünki nəticəni sonra kilobayta keçirmək istəyəcəklər bizdən.
və bir səhifə olduğu üçün də bir dənə də simvolik olaraq 1-ə vurur. Və bu oldu bizim birinci həcmimiz. Birinci həcmimiz hazırdır. Sadəcə nəticənin sonunda bizdən istəyir kilobaytla. Elə bəri başdan mən baytdan kilobayta keçəndə axı 200 ona bölməliyəm. Bölürəm və tapıram ki, birinci həcmim sən demə 209, yəni 512 kilobayt imiş. Bunu qoyuruq bir kənara. Birazdan ikinci həcmdən toplayacağıq. İkinci həcmimizi tapanda bilirik ki, bu sətir vur, səhifə vur, simvol vur, koddur. Sətrimiz 8-dir, 2 üstü, 3. Simvolumuz 2 üstü, 6-dır. Səhifəni özümüz bilirik, çünki biz düşünürük ki, əgər bir səhifə şəkildirsə, geriyə 128 səhifə qalar, o da 2 üstü 7-dir. Bu Unicode-dur, 2 üstü 1. Təbii ki, byte da yanında olmaq şərtilə. Sətir, simvol, səhifə, Unicode qeyd olunur. Aldığım nəticə yenə byte ilə olduğu üçün biz onu 2 üstü 10-a bölməliyik ki, nəticədə kilobayt ilə ala bilək. Deməli 2 üstü 3 ilə 2 üstü 7. Bu 2 üstü 10-a görə qısa gedir. 2 üstü 7-miz qalır. Bu 2 üstü 6 ilə bu 2 üstü. Yəni burada da cavabımız olur. Belə ox çıxardaq. 128 kilobayt. İndi bizdə ümumilikdə nəticəni istədiyi üçün, yəni hər ikincisinin həcmini istədiyi üçün 128 ilə axırda 512-ni cəmləyəcəksən, alacaqsan 640 kilobayt. Bəzən tələbələr sual verir ki, müəllim, yaxşı, biz bu sualı hesablayanda Unicode-u axı şəkildə istifadə eləmədik. Unicode-un şəklə aidiyyəti yoxdur, dostlar. Unicode mətnin həcmində istifadə oluna bilər. Şəklə heç bir aidiyyəti yoxdur. Şəklin həcmində yalnız dediyim komponentlərdən istifadə eləmək olur. Bu sualımızın da cavabı oldu C variantı. Biz keçid alırıq növbəti 33 nömrəli sual. Maraqlı sualdır. Çox maraqlı sualdır, hətta deyərdim. Demək, bu sualı icra edə bilmək üçün, həll edə bilmək üçün sən gərək müxtəsər vurma düsturlarından olan A plus B-nin kvadratını biləsən. Nə üçün? Çünki əgər bu 128-in kvadratı olsaydı, yaxud da olsaydı 64-ün kvadratı, sən onun üçün qüvvətlərini gətirə bilərdin. Amma indi bunu edə bilmək üçün yalnız bu üsuldan istifadə edə bilərsən. Yaza bilərsən ki, 128, yəni 2 üstü 7 plus 2 üstü 2, yəni 4-ün bağlanmış mötərizədə kvadrat. Bax, bu artıq sənə şərait yarada bilər ki, sən düzgün cavabı sonda ala biləsən. Bunun üçün biz nə edirik? Bu açmasını bilirsiniz, bilmirsinizsə qeyd edeyim sizin üçün. A kvadratı plus 2AB plus B kvadrat. İndi biz icraya başlayırıq. A-mızın yerinə 2 üstü 7 isə 2 üstünün 7-nin kvadratı 2 üstü 14. Kvadrat deyəndə bilirsiniz vurmadan söhbət gedir burada. Plus 2 vurulsun 2 üstü 7 vur 2 üstü 2. 2AB-də yəni. 2 üstü 7-ni 2 üstü 2-yə vuranda 2 üstü 9 eləyir. Bir də 2 üstü 1-ə vurursan olar 2 üstü 10. Elə bil 2 üstü 1, bu biraz açıq yazım. 2 üstü riyaziyyatı bilməyənlər biraz əziyyət çəkəcəklər bu sualda, eyb etməz. 2 üstü 1 vur 2 üstü 7 vur 2 üstü 2. Plus 2 üstü 2-nin kvadratı, yəni 2 üstü 2 vur 2, 4. İndi bu aldığımız nəticəni son nəticədə yazırıq belə. 2 üstü 14 plus 2 üstü 10 plus 16. Yəni 2 üstü 4 də yazmaq olar. 16 nə üçün yazmaq istəyirəm? Çünki biz birazdan 16-nın qüvvətlərinə gələcəyik. 2 üstü 4-ü 16 üstü 1 kimi yazıram. Əmsalını da yazıram 1. İndi bu dəyəri, bu ədədi biz 16-lığa çevirmək üçün 2 üsuldan istifadə edə bilərik. 2-liyə çevirib 2-likdən 16-lığa gələ bilərik. Bu biraz vaxtımızı çox alar. Daha qısa üsul var. 2 üstü 4 əsasdan göstərsək daha yaxşı olur. Çünki 16 2 üstü 4. 2 üstü 4 əsasdan göstərməyə başlayaq. 2 üstü 4-ü mən nəyə vursam 14 eləyər. Təbii ki, mən bunu 3-ə vurmalıyam ki, bu 12 olsun. Çünki 4-ə vursam 16 eləyər. 12 elədiyi üçün mənim orada qalır 2 üstü 2 kəsirim. 2 üstü 14-ə çatmaz. Onu da əmsal kimi qabağa qeyd edin. 4 vurulsun. 2 üstü 4 üstü 3. Plus yenə 2 üstü 4-dür. Nəyə vursam 10 alaram. 4-ü 3-ə vursam 12 alaram. Onda məcburam 2-yə vurum. Yenə mənim 2 kəsirim qalır. 2 üstü 2 kəsirim. Onu da qabağına yazıram. Bunu ona görə qabağına yazıram ki, bu ədədi yenidən çevirəndə, dala qaytaranda bu 2 üstü 14-ü ala bilir. Yoxsa düzgün deyil. Plus
Bir vurulsun 16 üstü. Sonraki mərhələdə mən çox maraqlı bir addım atıram və işim rahat olsun deyə bu 2 üstü 4-ləri silib yerinə 16 qeyd edirəm. 4 vur 16 üstü 3, 4 vur 16 üstü 2. Bunu qeyd edəndən sonra sonuncu həmləm odur ki, 16-nın ən böyük qüvvəti neçədir bizdə? 3-dür. Yazırıq. 3, 2, 1, 0. 16 üstü 3-ün əmsalı 4-dür, altından qeyd edirəm. 16 üstü 2-nin əmsalı yenə də 4-dür, altından qeyd edirəm. 16 üstü 1-in əmsalı bəllidir ki, 1-dir. 16 üstü 0 da yoxdur, deməli əmsalı yox. Üstünü silirəm səliqə ilə və cavabı alıram. 4416-lıq say sistemi. Yəni cavab A var. 34-cü sualımızı kəsək. X kod sistemidir. Biz bilmirik bu kod sistemində nə qədər simvol var və s. İndi onu biz araşdıracağıq. Deməli, ed company ifadəsi yaddaşda 55 bit yer. Gəl baxaq. Bu kod sistemində bir simvolun neçə bit yer tutduğunu bilmirəm. Mənim üçün hələ müəmma. Amma bilirəm ki, ed company ifadəsi 55 bit yer tutur. Ed company ifadəsi 55 bit yer tutur. İndi mən nə edirəm? Ed company ifadəsini sayıram hərflər. 1, 2, 3, boşluqda sayılır bilirsiniz. 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, 11 simvolumuz var imiş. Əgər bir simvolum x-dirsə, 11-im 55-dirsə, deməli belə çıxır ki, çarpaz vurma ilə mən 11x bərabərdir 55 edə biləm. 11x bərabərdir 55, x bərabərdir 5 bit. Deməli, bu əlifbada bir simvolum 5 bit. Bunu mən kəşf elədim, tapdım. Ondan sonra informatika sözündəki hərfləri də sayıram. Baxıram ki, təsadüfən bu da 11-dir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Dırnaqlar sayılmır da bilirsiniz, qeyd eləmişəm burada. Deməli, bu əlifbada ki, bir simvolun 5 olmasını mən kəşf elədim, ortalığa çıxartdım. İndi mənim axı 11 dənə simvolum var. 11 simvolumu təzədən 5 bitdən vururam. Baxıram ki, hə, elə bu da 55 bit yer tutur. Çünki simvolların sayı bərabərdir. Deməli, düzgün cavab variantımız A variantıdır. Deməli, biz tapdıq ki, X kod sistemi bir simvolun 5 bit olduğu 32 simvollu əlifbadır. O əlifbada informatikanı kodlaşdıranda yenə 55 bit alar. 35 nömrəli sualdan davam edirik. Yazdırmışdım sizə ki, ASCII kod cədvəlində belə bir qayda var. İstənilən böyük hərfin üzərinə 32 gəldikdə kiçik hərfin onluq kodunu bizə verir. Bu təsadüf deyil. Sadəcə olaraq İngilis əlifbasının böyük hərfi ilə kiçik hərfi arasında 26 hərf fərq var. Üzərinə də durğu işarələri var və bütün hərflərdə bu formadadır. Yəni riyazi bir şeydir əslində. İndi burada A hərfi ilə təsadüfən qabağımıza çıxdı. Bütün hərflər üçün düzgündür. Böyük A hərfi əlimizdə varsa, deməli biz düsturda yerinə qoyub A-nın yerinə 65-i, üzərinə 32 gəlib balaca A-nı tapa bilərik. Biz tapırıq ki, balaca A-mız sən demə 97-yə bərabərmiş. İndi bizə balaca A-nı 97 tapandan sonra sevincli olub A variantını yazmamalıyıq. Çünki bizdən balaca A-nın 16-lıq kodunu istəyir. Biz isə 10-luq koddan danışırıq burada. Bu dediyim ifadə ki var ha, böyüyün üstünə 32 gələndə balacanı verir. Bu 10-luq say sistemi üçün keçərli. Və beləliklə sonda biz 10-luqda tapdığımız 97-ni tələb olduğu üçün 16-lığa keçirdirik. 4 dəfə mi düşür, yoxsa 16-nı 6-ya vuranda? 6-ya vuranda məncə 96 eləyir. Hə, 6-ya vuranda 96 eləyir və qalığımız da qalır 1. Və cavabımız da elə 61. C variantı. 36-cı sualı kəsirik. Bir saniyədə skaner 2 kilobayt informasiyanı, skaner niyə hardan gəldi? Mən hardan oxudum skaner? Üzrlü sayın. Bir saniyədə 2 kilobayt informasiya çap edə bilən bir printer.
Önəmi yoxdur, amma skaner çap edə bilmir də, cümlə düz olmaz. Və bu printer hər səhifədə filan qədər simvol olan mətn faylını 20 saniyəyə çap edir. Mətn faylı neçə səhifə? Çox gözəl bir sual. Fikir. Əgər printer 1 saniyədə 2 kilobayt çap eləyirsə və o 20 saniyəyə öz işini bitiribsə, deməli bu həcm nə qədərdir? Təbii ki, 40 kilobayt. Bizim sətir səhifə məsələsində səhifəmiz yox. Sətir də yoxdur, amma simvol var. Yadda saxlayın. Simvol varsa, sətrin olmasına ehtiyac yoxdur. Çünki sətrin sayını simvola vurub ümumi simvolların sayını tapırıq. Burada da sətri verməsə belə ümumi simvolları onsuz da bizə verib. Yəni o x deyil. Bizim axtardığımız x səhifədir. Yəni düşün ki, 5 son 2 elə sətir vur səhifə deməkdir. Hər ikisi bir yerdə 209 simvoldur. Və səhifə bizdə yoxdur. X-lə qeyd eləmişik. Unicode-dan və hər hansı bir başqa əlifbadan söhbət getmir. Deməli, burada ASCII kod sistemindən söhbət gedir. 1 bayta vururuq. Və ümumi həcmi də biz tapdıq ki, 1 saniyəyə 2 kilobayt çap edən printer öz işini 20 saniyəyə bitiribdir. Deməli, həcmimiz də, yəni V-miz də 40 kilobayt. İndi biz nə edirik? Biz bərabərliyin sol tərəfini bölməliyik 2 üstü 10-a ki, bu kilobayt olsun. Amma 2 üstü mənfilərə gedər. Ona görə elə bir dəfəlik lap belə qısa yoldan gedirəm, sizi belə incitmək istəmirəm. Sağ tərəfi 2 üstü 10-a vururam. Vururam ki, sağ tərəfdə bayta çevrilsin. Və beləliklə biz bərabərliyin sol və sağ tərəflərini eyni elədiyimiz üçün rahat ixtisar apara bilərik. Bu 2 üstü 9 ilə bu 2 üstü 10 ixtisar gedər. Bir dənə 2 qalar burada. 2 üstü 1. Onda x-imiz bərabər olar 80 səhifəyə. Sən demə, bu printerin çap elədiyi sənəd 80 səhifəymiş. A variantı düzgün cavab. 37-ci sualımıza baxırıq. 6 bitlə kodlaşdırıla biləcək maksimal ədəd hansıdır? Bizim belə bir düsturumuz var. N bitlə kodlaşdırıla bilən simvolların maksimum sayı 2 üstü n-ə bərabərdir. Bir də belə düsturumuz var. N bitlə kodlaşdırıla bilən maksimal ədəd 2 üstü n çıx 1-dir. İndi yerinə qoyuruq. Bizdən say soruşmadığı üçün, ədəd soruşduğu üçün n-in yerinə 6 qoyub deyirik ki, 6 bitlə kodlaşdırıla bilən maksimal ədəd 2 üstü 6 çıx 1, yəni 64 çıx 1. D variantı 60. Biz bu barədə harada danışmışıq? Təbii ki, informatika anlayışları mövzusunun ikinci, yox elə birinci dərsdə. Birinci dərsdə mən bu barədə sizin üçün danışmışdım. N bitlə kodlaşdırılan simvolların həm sayından danışdıq, həm də ən böyük ədəddən danışdıq. 38-ci sual. Kəsək sual. Onluq say sistemində verilmiş bu cəmi keçirtmək lazımdır ikilik say sisteminə. Keçirdik. Demək, təbii ki, bütün bunların hamısını 2 qüvvətinə gətirmək lazımdır. 4 üstü 5-i yazaram. 2 üstü 2 üstü 5. 2 üstü 2 üstü 5. Yəni 2 üstü 10-a gələr çıxar. 2 üstü 10 plus 2 üstü 9 plus 8-də 2 üstü 3 yazaram. Bunu eləyəndən sonra daha 16-lıq kimi əziyyət çəkmirik. Hər şey hazırdır. 2-nin ən böyük qüvvəti neçədir? Burada təkrarsız qüvvətlərin cəmidir də. Ən böyük qüvvət neçədir bizdə? 10-dur. Deməli 10-dan 0-a qədər düzəcəm. 10, 9, nöqtə, 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 nöqtə. 3, sonra 2, 1, 0. Deməli 10-cu həddin altına 1 yazıram, çünki 2 üstü 10 var. 9-cu həddin altına 1 yazıram, çünki 2 üstü 9 var. Bir də 3-cü həddin altına 1 yazıram. Deməli 2 üstü 3 olduğu üçün. Qalan bütün hədlər hamısı 0-dır. Deməli baxırıq. C variantı ola bilməz. Birinci və ikinci 1 olmalıdır. A, B və Y variantları bir-birinə çox oxşayır. 10, 9, 8, 7, 6, 5, 4, yox. 10, 9, 8, 7, 6, burada səhvdir. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Y variantı düzgün cavab imiş. Bu birisilər oxşasa da bu formada. Biz onsuz da tutaq ki, atıram 33 ədədini 2-liyə çevirmək lazım olanda o təkrarsız qüvvət məsələsinə görə bir dənə 32 tapırıq, bir dənə də 1 tapırıq.
Atıram, bu 30, 30 üçün bu söhbət aidiyyatı yoxdur. Burada biz nə deyirik? 2 üstü 5 var, bir də 2 üstü 0 var, düzdür? Elə bil 2 üstü 5 plus 2 üstü 0 veriblər də sənə. Həmin orada 5-dən 0-a qədər düzürəm. 5-in altına 1, 0-ın altına 1 yazıram, düzdür? Daha burada o zəhməti çəkməyə ehtiyac olmadı. Bircə dənə bax bu dəyəri, bu gördüyünüz cəmi keçirtdim 2-nin qüvvətlərinə və hansılar ki var idi, onların altına 1 yazdım. Yəni 10-un altına, 9-un və 3-ün altına 1 yazdım. Qalanlarına heç nə yazmadım. Və beləliklə cavabı da aldım. 39-cu, 40-cı suallardan sonra açıq tipli test tapşırıqları gələcək. 39 nəzəriyyə sualıdır, heç onu kəsmirəm. İnformasiyanın prosesləri, informasiya toplanması, saxlanması, emalı və ötürülməsidir. C variantı, informasiyanın qiymətləndirilməsi, belə bir informasiya prosesi mövcud deyil. 40-cı sualımızı kəsirik. Maraqlı suallardan biri də elə 40-cı sual. 256 simvollu əlifba. Əslində burada yaza bilərdim ki, baytlarla kodlaşdırılıb və tələbə rahatlıqla onu 8-8 parçalayardı. Amma tələbə bilməlidir ki, 2 üstü n simvollu əlifba ilə parçalayaramsa, 256 küsü 8 olduğu üçün mən deməli 8-8 parçalayıram. Bunu bilməlidir də, alt bilgisi olmalıdır ona görə. Yaxşı. Demək, əgər 8-8 parçalayacağamsa, daha bu say sistemi deyil ki, sənin üçün sən onu ə, arxadan əvvələ böləsən ki, birdən 0 çatmaz. Bu konkret. Əvvəldən də bölsən, arxadan da bölsən eyni şey olar. Və bölməyə başlayır. Birinci 8-i bölürük. 2, 4, 6, 8. Bu birinci 8. Rənglərlə fərqləndirəcəyik. İkinci 8-ə baxaq. Deyəsən elə eynidir. Bunu da bu rənglə eləmək lazım olacaq. 1, 0, 1, 1, 0, 0, 1, 0. Aha. Deməli, gəlin bölüşdürək, sizin fikriniz yayınmasın. Bax, 2, 4, 6, 8. Bax, buna deyək A hərflə oldu, daha rahat olur da sizin üçün. Buna A deyək. 2, 4, 6. Bax, buradan bölmək lazım idi. Bax, buradan. Bunu böldük, dedik özümüzdən A hərfi. Yenə də baxıram ki, 10, 11, 0, 0, 10. Deməli, bu da A'dır. Buna da deyəcək bir dənə A. İkinci A. İndi üçüncünü bölürük. Üçüncünü böləndə mən buradan xəttimi çəkirəm və rəngi dəyişirəm. Olsun yaşıl. 2, 4, 6, 8. Bu da oldu bizdə. Tutaq ki, 5. Sonra təzədən yenə 1, 0, 1, 0, 1, 0, 1, 0. Deməli 2, 4, 6, 8. Deməli bu da olacaq bizdə C. Çünki ayrıdır. Rəngin əslində fərqli vermək lazım idi. Yaxşı, onu qırmızı ilə verərik formada. Sonuncuya baxırıq. Yenə 1, 0, 1, 1, 0, 0, 1, 0. Bu sarı ilə işarələnməlidir. Çünki bu yenə də A. Bu yenə də A-ya bərabər. Deməli, bizdən soruşur ki, müxtəlif simvolların sayı. Demişəm sizə, müxtəlif simvol deyəndə hər simvoldan bir dənə götürürsən. Bir dənə A, bir dənə B, bir dənə C. Deməli, bizdə 3 dənə müxtəlif simvol. Bunun hasilini tapmaq lazımdır. Eyni simvolların hasili. Eyni də 3 dənədir. Görürsünüz? Deməli, bizdə baxırıq ki, müxtəlif 3 dənədir A, B, C. Eyni də ki, A-dır, A-dır, A-dır. 3 dənə də eyni var. Bu da olacaq 3. 3 dənə də A-mız var. A, A və hasili də 9 edəcək. Burada variantlarda düşməyib o, mən onu düzəldirəm. Siz yəqin orada imtahanda onu 9 kimi görəcəksiniz. Ataram onu elə B variantı. Düşünün ki, burada 9 yazılır. B variantı düzgün cavab variantı kimi qəbul edə bilərsiniz. Keçid alırıq açıq tipli test tapşırıqlarına. 41 nömrəli sual. Sualı kəsirik. Bu sual qrafik, audio, video məsələlərinin həllinə aiddir. Bu tipdən artıq bir neçə dəfə bayaqdan işləyirik, indi bir də işləyək. Düsturu qeyd edirik. Ekranın enini vurmalıyıq uzunluğuna və bir də vurmalıyıq en bitə, yəni bir rəngin həcmi və cavabı alarıq. Cavabı da onsuz da bitlə istəyirlər bizdən. A-mız olur 25, B-miz 50. 25,
vur 50. Da burada tam vurmadan istifadə edirsən də 2-nin qüvvətləri məsələsi yox. Sadəcə 25-i 50-yə vuracaqsan. İçirsən alt-alta vur, problem yox. Bir də vuracaqsan rənglərin sayına. Bax fikir versizsə 98 rəng olduğu üçün bu 2-nin heç bir üstünə uyğun gəlmir. Olmadığı üçün palitrada deyirlər bir rəngin həcmi demir ki 98-dir, gəlib 98-ə vurasan. Palitradakı bir rəngin həcmini tapmaq üçün onu 2-nin qüvvətləri arasında yerləşməsinə baxırsan ki, 2 üstü 6 ilə 7 arasında yerləşir. Deməli, bir rəngin həcmi 7 bit. Bu 25-i ki 50-yə vurdun, bir dəfə də 7-yə vuracaqsan. Bu səhv eləmirəmsə 1250 eləməlidir. Onu da 7-yə vuranda 8750 bit alırsan. 8750 bit. O 8750-ni rahat 8-ə bölüb demək olardı, amma məncə 8-ə bölünmür. Byte-la istəməzlər elə. Mən burada sualı bitlə istəmişəm. Belə də qalır. 8750 sənin üçün cavab. Məncə 8-ə tam bölüm. 42-ci sual. Bunu da kəsək. Ya kəsməyək elə. Burada yerimiz var. Deməli, informasiya tutumu 16 GB olan bir video informasiyanı yerləşdirə bilmək üçün neçə dənə 2048 MB-lı disk lazım? Deməli, hamısını megabayta da gətirmək olar. Gigabayt daha rahat. Çünki daha kiçik olar. Megabaytdan gigabayta keçmək üçün 210-a bölmək lazımdır. 211-dir bizdə megabayt. Bölürük 210-a, hansı ki 211 budur. Alırıq 2 gigabayt. İndi sual vermək istəyirsənə ki, ümumi tutumu 16 gigabayt olan bir videonu yerləşdirmək üçün neçə dənə 2 lazım? Təbii ki, 8 ədəd lazımdır bizdə ki, 16-nı yerləşdirib bitirək. 43-cü sual. Mətn yaddaşda 480 bit yer tutur neçə simvol? Baxın, heç bir əlifbadan söhbət getmədiyi üçün deməli burada ASCII-dən danışılır. ASCII-də də bir simvolumuz əgər 8 bitdirsə, bunu bilirik də biz. Ümumi simvollarımızın sayını da bilmirik. Amma bilirik ki, həcmimiz 480 bit. Deməli biz çarpaz vurma ilə tapacağıq ki, 8x bərabər 480, x-imiz də olacaq təbii ki 60. 60 simvol var ki, 60-ı sonra 8-ə vurub 480 bit tapa bilərik. 44-cü sual maraqlı bir sualdır. Burada qeyd olunub ki, müəyyən bir əlifba var bizim əlimizdə. Bu əlifbanın bütün simvolları istifadə olunub. Deməli, bu mələklər yazılan bir əlifba ki var. Bu əlifbanın bütün simvollarını istifadə eləmişik. Deməli, bu əlifbada hansı simvollar var? M hərfi var, Ə var, L var, K, bir də R hərfi. Gördüyünüz kimi. Və bu əlifbada ümumilikdə neçə simvol var? Baxırıq ki, bu əlifbada 5 simvol. Əgər 5 simvol varsa bu əlifbada ən azından və 5 2 üstü 2 ilə 2 üstü 3 arasında yerləşirsə, deməli bu əlifbada bir simvol 3 bit. Bunu bir kənara tapıb qoyduq. İndi bu kəlmələr sözü yaddaşda neçə bit yer tutur? Fikir ver. K, Ə, yazaq. K, Ə, L, M, Ə, L, Ə, R. Simvolların hər biri 3 bitdəndir. 3, 6, 9, 12, 15, 18, 21, 24. Deməli, bu söz yaddaşda 11, nə qədər simvol oldu dedik? 3, 6, 8 simvol. 8 simvoldur və 3 bitdən dediyimiz üçün 24 bit yer tutur. Diqqət edirsiniz, mələklər sözü yaza bilmək üçün əlifbanın bütün simvolları istifadə olunur. Deməli, bu əlifbada M hərfi var imiş, Ə var imiş, L var imiş, K və R var imiş. Bu sözdə bu qədər hərf var imiş. Və həmin əlifbada da əgər 5 hərf varsa, deməli əlifbada bir simvol 3 bit. Digər sözümüz 8 simvoldan ibarət olduğu üçün həmin 8 simvolun da hər simvolu 3 bitdən vururuq. Burada məqam nədən ibarətdir? Tələbələr bəzən deyir, ikinci əni götürmürük. Xeyr. Artıq biz tapmışıq ki, hər simvol 3 bit. Hər bir ə, hər dəfə ə hərfi istifadə eləyəndə, hər dəfə l istifadə eləyəndə biz 3 bitdən istifadə eləmiş oluruq. Deməli belə çıxır ki,
Ümumilikdə cavabımız olacaq 24 bit. Sonuncu sualımız sadə bir sualdır. İnformasiyanın xassələri ilə bağlıdır. İnformasiya xassələri proseslər və formaları uyğunlaşdırmaq lazımdır. İnformasiyanın tamlıq xassəsi var və aktuallıq xassəsi var. Deməli, 1-ə deyəcəksən B və Y. B və Y. İnformasiya prosesləri də emalımız var, ötürmə var. A-nan D. Qaldı ki, informasiyanın formaları analoq və rəqəmsaldır. Analoq sadəcə olaraq kəsilməz informasiya olduğu üçün, kəsilməz olduğu üçün onu götürmək olar. Hətta bu liyini buradan yığışdıraraq kəsilməz informasiya da demək olar. Amma forma cəhətdən rəqəmsal analoqdur. Analoqda kəsilməz olduğu üçün 3-ə C yazmaq uyğun olur. Deməli, 1B-yə 2D, 3AD üzr istəyirəm, 2AD, 3D, 1B-yə 2AD, 3C. Bax belə biz bu videomuzu yekunlaşdırırıq. Suallarımızın izahı bu qədər idi. Hər birinizə uğurlar. Növbəti sınaqlarda inşallah görüşənədək dostlar.